Hər bir insan da ümumi olaraq xeyrin açarı ola bilər. Xeyrin qapıları çoxdur, həddindən artıq çoxdur. Quran öyrətmək, Quran öyrənmək, insanlara haqqı baş salmaq, elm vermək, bunlar hamısı xeyrin qapılarıdır. Amma elə kəslər var ki, bundan məhrumdur. Görürsən, milyonları var, amma əlindən xeyir gəlmir. Amma elə kəslər var ki, kasıbdır, özü belə kasıba yardım eləyir. Necə ki, Buxari rahiməhullahdan gəlir ki, deyir, biz 3-4 nəfər Əli İbn-i Mədini rahiməhullahın yanına getdik. Buxari rahiməhullahın müəllimlərindən idi. Deyir, getdik və soruşdu Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisi barəsində. Hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, ümmətimdən elə kəslər olacaqdır ki, qiyamətə kimi onları köməksiz buraxsalar belə, onlara müxalif olsalar belə, onlar haqq üzərində qalacaqlar. Deyir, Əli radiyallahu anhdan soruşdu bu kəslər barəsində. Kimlərdir onlar? Deyir ki, bunlar sizsiniz. Buxari və ətrafındakilərə deyir, elm tələbələrinə. Deyir ki, sizsiniz. Çünki deyir, tacirlər öz ticarəti ilə məşğuldular. Fabrik işçiləri, nəsə icad edənlər öz fabriklərində icadları ilə məşğuldular. Hökmdarlar öz ölkəsi ilə məşğuldular. Amma siz deyir, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsini diriltirsiniz, yaşadırsınız. Ona görə bunlar sizsiz. Qiyamətə kimi sizin kimi alimlər qaldıqca din haqq olaraq qiyamətə kimi qalacaq. Və kim də sizə qarşı müxalif olsa belə, sizi köməksiz buraxsalar belə, bunlar həmin elm tələbələrdə, alimlərdə mane olmayacaq.